Hamınıza salam dostlar. Sinif yoldaşımla beraber yepyeni bir Brawl Stars videosuna hamınız hoş geldiniz. Ve bugün 12.000 kupa olacak. Gördüğünüz gibi burada bir nese karakteri 26 rütbeye kastım. Şimdi bu karakteri ne seçsem ben Piper seçeceğim. Buradan da bunu değiştirip otomatik nişan eləyək. Çünki yəni bu xəritədə Piper yaxşıdır. Açıqda xəritəsində. Bu açıqda xəritəsində yaxından savaşçı oynanmaz. Biz El Primo'dan 1-2 tur oynadıq. Yəni El Primo'da əslində 1000 kupa eləməyə hədəfim vardı. Videonun başında 1-2 maç atdıq. Amma uduzduğumuz üçün qərar dəyişikliyi elədik və 12.000 kupa olmağa çalışacağıq bu videoda. O vurdu mu yani? Ultimin doğmasından bildim. Piper'a da. Məni təklədilər. Yəni bu xəritədə bu almaq cəsarət istəyir. Mən çox da günahlandırma olmaz bu həqiqətən yaxşı oynadığına görə. Duman. Dumanı öldülər dostlar. Neyse biraz moral olsun diye belə bir emoji attım. Gözəl Piper öldü. Piper ən önəmlidir məncə o. Amma Rico da var yəni. Açıqcası Rico daha təhlükəli. Həm yaxından güclüdür, həm uzaqdan. Yəni belə bir karakter yoxdur da. Unutduq gördünüz Rico'yu. Rico'yu unutduq. Ona görə bəlkə Piper seçimim dostlar. Dynamite dərsinə gedə bilər. Nə deyirsiniz? Məncə Dynamite. Mən deyəcəm az kupalı karakter seçsin. Çünki az kupalarda kupa kasmaq daha rahatdır. Amma görək də bu maç qazanacaq. Dəyişdirmərik. Uduzana qədər belə davam eləyərik. Amma mən bir dənə ultiyi doldura bilmədim. Bu necə işdi mən anlamadım. Bir dənə ulti dolmur. Hiləli ulti var məndə. Bizdə ihtiyac yoxdur. Kasa baxmayın. Necə ya? Neyse dostlar mən deyirəm Aspa karakter seçsin. Gözün yazın. Az kupalı karakter seç. Mən də az kupalı seçim gözləyim. Çünki yəni çox kupalılarda məncə biz çox da kasa bilməyəcəyik. Byron yaxşıdır məncə az kupalılardan. Baxın məndə Sandy zad. Byron yaxşıdır. Bu arada böyük ihtimalle mənim içimdən gələn kostüm budur. Deyimdə bu. Patron Byron. Çox havalı kostümdür. Bir də mən Byron oynamağı sevirəm yəni. Düzdür yəni demirəm mən super oynuram amma yəni sevirəm. Əyləncəli karakterdir. Məsələn dostunuzu sağalda bilirsiniz, özünüzü də sağalda bilirsiniz. Düzdür onun üçün aksesuar lazımdır. Amma olsun en azından yəni bir şeylər eləyə bilirsiniz. Mən onu sağaltma aksesuarını alacağım. Çox adam o üçlü atma aksesuarını seçir amma məncə ondan daha yaxşı aksesuardır. Az kupalarda bizim qazanma ehtimalımız %100'dür.
bizə. Bizim Colt AFK'dır. Deyəs. Colt'a qaldı. Colt eləmə nə olur. Onların stosu bot kimi oynayır. Onun mən fərqinə varım. Çünki çalıya girəndə vurmadı. Məncə onlarda Colt deyirəm, sto. GG. $11.900'e çox az qaldı və ondan sonra da əlbəttə ki 11.200 kupa olacaq bu videoda. Uzun video ola bilər çünki 100 neçə kupa kasacaq. Amma yəni məncə əyləncəli düşünürəm. Bu arada elə bir ki bir dənə kanalda bug oluşub. Test eləmək üçün çünki bir dənə dostuma dedim kanalıma abunə olması üçün. Abunə oldu amma abunə sayım atmadı. Bunu yoxlamaq üçün dedim devam edək dostlar. Orada bağlamalıdım. Bağışlayın. Dostlar, yəni bir dəqiqə diqqətim qardaşım məni çağırdı, ona getdi. Sonra amma heç nə olmaz. Brock seçdəsində Brock daha yaxşı ola bilər. Çünki yəni Brock'un həm məncə mənzili daha çoxdur deyə bilirəm. Həm də nə bilim yəni Brock daha səmimi gəlir adama. Yəni eski karakter olduğu üçün bir ehtimal elədim. Ultimde olsun heç olmasa doldu. Yoxamaz qal. Dostlar, dostlar. Ben Byron'u oynayamıyorum. Byron'u seçmeyeceğim. Ben de modu değiştireceğim. Bizim de bu modda kazanmamız için savaş topunda da lazımdı. Burasında ben ne seçebilirim? Bakın. Dynamite gedebilir aslında. Dynamite niye? Çünkü yani böyle
Bir tane divarın arkasına keçərik dostlar, belə kiçik divarlar gördüm belə xəritənin bəzi yerlərində. Onun arkasına keçərik, elə spamlayarıq. Baxım o düz görmüşəm yoxsa sağlıdı o. Ne oldu? Dostlar, internetdə həqiqi deyirəm problem yoxdur. Hətta internet dəqiqə çox yaxınımdadır da, yəni 2-3 addımlıq məsafədədir də, bu qədər olmaz yəni bu. %100 Supercell'in bir bug'ıdır, bunu düzəltmələrini istəyirəm. Məncə o bug zad deyil. Supercell'də hata olur nəsə sistemdə. Sonra da internetin boynuna günah atılır. Bir saat sonra defeat bir səsi gəlir. Yazım. İnternet zayıftı yazım ama internet zayıftı. Zayıftı. Ne seçməyəm, burada daha aşağı pemzat var ama onlardan da oynanmaz. Gaz yok. Bibi seçə bilərik. Bibi. Savaş topunda Bibi zor gedir. Biz deyəsən kupa çıxacağıq ancaq. Ama yok. Arada bir qalibiyyət aldığımız üçün hələ mənfi kuboklarda deyilik. Biz mən artıq istəyirəm 11.900 alaq və oradan da 11.200 deyəcəkdim az qalsın. 12.000 alaq. 11.900 yox, 12.000. Mən yaxşı oynadım orada ama bir dənə o ayıya vurmalar heç yaxşı olmaz. Grey də dəyəri bilinməyən ama əslində güclü olan karakterlərdən. Yəni məncə güclü. O hər kəsə görə əslində dəyişir. Məsələn mən Grey yaxşı oynaya bilmərəm. Çünki yetenek gerektiren karakterdir ama zayıf deyil, güclüdür.
Ağır təzə TikTok hesabı açmışam. Casbıs adında. Gol atacaklar. Topu uzaklaştırdım. Topu üstüme vurdum. Elə bil ki oradan çəkiləcəm onun üçün vurdum ama. Dostlar. Yani ne diyeyim, çok əsəbləşdim. Oyuna inanılmaz gıcık oldum o dəqiqə. Nefret edirəm oyundan bir dəqiqə. Savaşçı önerəcəm. Ən az futbol karakterimi seçək. Bak. Seçək. Çünki yəni başqa çarəsi yoxdur. Mən də Chrome seçəcəm. Məsələn, əlaqəsi yoxdur da Chrome. Amma Chrome seçəcəm. Hətta gözləyim biraz seviyə basım. Altın yoxdur, amma basmaq lazım. Ən az futbolu, yəni ən azından bir şansımız olsun da onun üçün deyirəm. Çünki nə bilim yəni, nəsə alınmır. Oyun donur falan. Gördünüz dostlar, belə. Qapının önündə açdıq. Gördüyünüz kimi taktika budur. Az kupalı karakterlərdən çıxacaq. Bu kadar asan. Easy kupa kasma taktikləri. Tekrar oynaya bastım mənim də elə çıxaq. Yani bu internetin problemi değil, nəsə oyunun özündə problem var. Ya bilmirəm nəyə görədirsə. İnternetin zəif olmadığını istəsəz videonun sonunda bir şey yoxlayarıq. Ondan ölçərik də varı. Adı bu dəqiqə yadımdan çıxdı, amma bir varı ölçmək. Ukla. Ondan yoxlayarıq internetimizin sürətini. Mən nə oynayıram heç özüm də bilmirəm. Heç nə eləmədən gol atdılar dostlarım, çünki yaxşı oynadılar. Həm də biz botlara qarşı oynayırıq. İki səbəb var onun. Ayda bu internet nədir axı? İnternetdən də deyil, nə bilim, bəlkə də internetdən də Spersən bir günah yoxdur. İkinci bot deyil. Yola ata bilmədi. Qapının önü açıqdır. Kim açıb? Top girməmiş maç. Mükəmməl taktik elədi. Biz orada yaxşı ki, yəni belə az bal karakterlərə keçdik. Sən anası işə oxşamırdı. Yəni bu zəif oynamaqla əlaqəsi yoxdur. İnterneti məncə suda artıq. İnternet zəifdir. Of, çox yaxşı orada bir hərəkət elədi dostum. İki adamı birdən öldürdü. Buradan vura biləcəyini düşündüm. Həqiqətən elə bir şey qorxdum bir anlıq. Elə bildim elə bir şey var. Top keçəcək, onun üçün tez orada qaldım. Yox. Sör çox, yəni
300 IQ bir hərəkət elədi. Orada ulti bastı. Bununla da bizə bot gəldiyini göstərmiş oldu. Gol yemişik, tez atmalıyıq bir dənə. Yoksa uzatmalar azada da yetmeyecek. Aha. Ayda. Meeple'ı gördünüz orada. Topu uzaklaştırdı tez. Bildi ki topu tutabilmeyecek. Hadi. Golu biter bir tür atabileydi. Gol yiyəcəyik. Qapıda heç kim yoxdur. Mənim dostum spawn oldu ki. Yəni spawn oldu gözü. Ult da basamıram qapının önündə. Yox, uduzacağıq. Tez. Full hücum eləməliyik, full. 15 saniyə qalıb. Chrome'la da oynanmaz dostlar. Durun, mən Chrome seçənmərəm, Chrome bizi batırır. Dug yaxşıdır, Dugda qalsın. Mən Pem seçəcəm. Pem'i də bir 3 səviyyə eləyəcəm. Zaten 3 səviyyə bunu basayım. Yaxşı. Daha uduzsaq. Daha oynamarıq. Yazdım dostlar və yəni mən Pem'ə güvənmək istəyirəm. Bilmirəm nədənsə Pem'ə güvənmək istəyirəm. Pem əslində yaxından çox vuran bir karakterdir. Və yetenek gerektirirmi deyə soruşsanız bəncə nə bilim, dəqiq deyənmərəm. Məncə elə də yox. Qapımızın önü açılır. Dynamite çox zəkiydi. Yox. Attınız məncə orada. Su iyi yetti. Yəni su yazmaq istəyirdim. Hadi daha uduzmamalıyıq. Uduzana kadar oynayırıq. Belə bir challenge elədik. Yəni dedim. 11.900 kupa olduq dostlar. 100 güç puanımızı alırıq. Şükür. Sonunda otduq. Dostumuz da yaxşı gəlmişdi. Ona görə də Finks gəldi. Əslində Finks yaxşı karakterdir. Baxır oynamağına. Basıram düyməyə getmir yəni. Nə deyim. Neyse mən çıxıram tez.
Nasıl geldim? Makineye atacağım. Makineye attım dostum ama olmadı. O da zafasta. Onda dostlar sizin əylənməsinin vs ataq. Nə deyim, nə baxaq. Oynamaq istəmirsə yəni. Bu arada dostlar atmaq üçün açıqlamaya qoymuşdum. Buradan da versəm. Daha sonki ya da buradan bunun şəklinin altında tagimi yaza bilərsiniz. Yaxşı. Onda bir şey yazım. Onda mən bu videoyu hələ paylaşmayayım. Bu videonu. Hələ. Sağ ol yazım ondan və dostlar, yəni bu videonu hələ tam paylaşmayacağım. İndi gəlin biraz kasaq, dostum olmadan biraz kasaq. Dostum gəldi, biz 12.000 eləyərək. Məncə yaxşı fikirdir. Video çox uzun ola bilər, başlayın. Yəni məncə əyləncəlidir amma. Tək girirsiniz dostlar, sizə taktiği deyim, tək girirsiniz. Təkdə nə seçə bilərsiniz? Məsələn, mən sizə deyim də. Təkdə elə Chrome seçə bilərsiniz, Pen də seçə bilərsiniz, amma Chrome da seçə bilərsiniz. Chrome yaxşı gedir təkdə. Zarafat üçün deyirəm, əvvəl gedib Chrome seçməyin. Sonra uzarsınız, günah məndə tapmayın. Chrome seçməyin, siz tək hesablaşmada nəsə üçlü oyun modlarında yaxşı gedir bu. Amma gördüyünüz ki, hamısını bot verir, belə uda bilərsiniz. Siz də düşük kupalı karakterlərinizdən belə oynayıb kupa qazana bilərsiniz. Görürsün, mənə görmür, vurmur mənə. Yox. Nəsə irəliləyiş var botlarda. Mən bu qutuyu bir günə qıracağımı bilirəm, amma yenə də vurmağa başlamaq lazımdır bir yerdə. Bunlar əməlli oynayır. Mən deyirəm, mənə inanmır. Əməlli oynayırlar, çal falan kontrol. Bunlar... Yox. İnana bilmirəm, yəni bu botdan oynadığımız əmin idi biz. 2 kupa. 7-cilik. Yox dostlar, Gromzat seçməyin. Grom da hesablaşmada çox bərbad bir karakter. Seçin Pen'inizi girin. Pen bu arada gedir həqiqətən də, yaxşı gedir. Pen'i tək hesablaşmada oynaya bilərsiniz də. Səviyyəsi mənim kimi az olmasın 3 səviyyə. Amma rahat oynaya bilərsiniz dostlar. Onu deyim də, rahat, çox rahat oynaya bilərsiniz Pen'i. Çünki məsələn ultisi ilə canınızı falan doldura bilərsiniz. Belə şeylər eləyə bilərsiniz. Belə, of. Çox hasar vurur yaxından onun üçün. Görürsünüz ki, mən Pem'lə yargı açacağıq. Botlara qarşı Prime, of. Ən sevdiyim. Juju. Juju'ya bax, ağıllıq eləyir. Çaldan sıx. Bu Juju məncə bot deyil. Təzə oyunculardan, təzə başlayan oyunculardan. Bir can qaldı. Juju ara getdi. Juju deyə bir oyuncular var. Nəysə dostlar, mən səhvən 12.000 eləmək heç niyyətim yoxdur. Aşamalda elmas 1 olmuşam, onu göstərmək yadımdan çıxdı. Elə belə oynayırdım.
Yəni elmas olmaq məncə həqiqətən asandır. Yəni mənə də yaxşı dostlar verdi, çox tez oldum. Onun üçün də yəni nə deyim, dostlar yəni yaxşısı. Tək başıma kastım var, onu da deyim. Yəni heç kim gəlmədi, heç kim takım qrup girmədi. Amma istəsiz aşamalıda kasa bilərəm. Gördünüz? Mən belə puan. Hem həqiqətən çox güclüdür. Gəlin buralara bir yerə ataq. Girdi bura. Pem həqiqətən yaxşı gedir, onu da göstərmiş oldum yəni. Bunda olsa rahat öldür. Nasıl yenə də rahat öldürəcəkdi, amma daha rahat olsun. O bilirsiniz ki, mən ustağını almışdım o sırada dost. Baxın necə kupa olduq. Çıxışa basa kalsın yəni birdən. Amma yox, bəncə biz bunu bir 10 rütbə eləsək, neçə 10 rütbəyə neçə kupadır. Baxarıq da dostlar, 150 kupaya qədər məncə kasa bilər. İndi hesablayarıq. Bu maçı bir dənə ataq. Sizin hesablayacaqdım. Mən sonra əlimdəydim. Girdik savaşa. Olsun, hələ bot gəlir. Onsuz da gördünüz ki, arxa planları belə olanlar məncə botdur onlar. Siz nə düşünürsünüz? Mən elə gələndə deyirəm bot gəldi. Yükü almadı, mənə gəlir. Sənin problemin nədir qaqa? Konkretlə nədir problemi bilək, dərdi bilək. Atlandım ortaya. Süper can kaldı. Dostlar neyse mən keçim, bir də orada dostum və dostlar mən kastım və son maçı təkrar dostum gəldi və indi son maçı atırıq. Maraqlı video olduğunu düşünürəm. 12.000 kupa oluruq bununla da. Biraz yəni arada başımı dağıtmaqdan aşamalı da oynadım. Aşamalıda da gizemli bir olmağı çalışdım. Spike seçtim sonra. Niye seçtim bilmiyorum. Spike'ın kupası biraz azdan. Aslında pusarak da edebilirim ama bu maç biraz agresifliğe üstünlüğe vermek. Elbette bot gelmiyor ama yani düşük kupalı adamlar geldi. Yok. Tamam, burada niye gözləyirəm? Yani dostum geldi elə bunu alaram. İkimiz üstünde gelsin de üç yani təkcə mənə qalmır. Üçte kupa verir. Ve dostlar 4 kupa verir bizde de tam. 4 kupa ihtiyaç vardı. Ve 12.000 kupa. Ya sağ ol.
keçən videoda yadınızda demişdi. Mən də belə mən deyəni mən də deyirəm. 12.000 ödülümüz yəni bərbad bir ödüldü. 80 kredi üçün döyüşürdü. Amma Squeak ya da Mortis atacağım, bilmirəm. Squeak də yaxşıdır. Elə bu. O yəni tək kastığım üçün o bir maç atmış oldu axırda onun üçün. Yazım yok. Bu onu da videonu durdurmuştum, xatırlayırsın, dediyim ki dinlənki videonun davamıdır. Yəni bir gün keçib aradan. Çünki vaxt olmadı. Davamıdır. Ümumi 36 tag video olacak. Dostlar, dükkanda bir dənə ücretsiz gəlib baxaq nədir. Amma girəndə bu dükkanda çox kasıra, bilmirəm niyə. Oyun elə kasır. 15 altın üçün bu çiləyi çəkməyə dəyməz, amma altın çox önəmlidir. Amma 15 altın yoxdur da, 15 altın üçün nə edəcəyik? Olmasa bir 100 altın ver. Yəni 100 altın da çox deyil, amma ən azından deyirsən ki 100-dür də, yəni yuvarlaq bir rəqəmdir. Nədir axı 15 altın? Olmasa 10 altın ver, biraz şərəfin olsun. Onda dostlar, videonu da burada tamamlayaq. Dostlar, bu videodan bu qədər. Özünüzə yaxşı baxın. Kanalıma abunə olub like atmağı unutmayın.